Dünən dostlardan biri çox düşündürücü söz dedi. Həqiqi müminin imamı qeybdə olmaz. Ox kimi sancıldı qəlbimə. Demək olar ki, hər bir insan Həzrəti Məhdinin gəlişini gözləyir. Bəziləri məhz Həzrətin vasitəsilə xilas olacağını düşünür. Bəziləri Həzrəti düşmən hesab edir, onunla açıq döyüşmək istəyir. Bəzilərinə isə sadəcə tamaşa maraqlı gəlir. Bu məntiqlə insanlar üç qrupa, mömin, kafir və münafiq bölünürlər. Yenə də bu məntiqlə kafir və münafiqin gözləntisini və imamın qeybi anlaşılır. Müminin istəyi və intizarı niyə gerçəkləşmir? Niyə əl-əcəl ya sahibə zaman sədaları ilahi dərgaha yüksəlmir? Deməli, biz mömin cildində dələduzlarıq. Yoxsa atamızdan da çox mehriban olan imamımız əsir edilir. Bəli, bizim əməllərimiz Həzrəti əsir edib. Ona görə gəlmir ki, əvvəlkilər kimi onu da qətlə yetirərik. Biz Allah istəyən kimi deyil, özümüz istədiyimiz kimi möminik. Dindarı, mömini kənara qoy. Üç ruhani bir süfrədə oturmuruq. Hərəsinin boyundan 5 qat yuxarı iddiası varsa, imam kimin yanına gəlsin? Keçən həftə ağsaqqal bir ruhani Almaniyada yaşayan ruhaniləri bir araya gətirmək istədi ki, arada olan söz-söhbətə son qoyulsun. Minbərlərdən ya imam zaman tez gəl bağıranlar ruhani qardaşı ilə bir süfrəni bölüşmədisə, Həzrət bu çağırışları niyə eşidib zühur etməlidir? Axı hələ bizi mollalıq maraqlarımız idarə edir. Hardan məlumdur ki, bu maraqlar bizi imam zamana qarşı birləşdirməyəcək? Bu qədər Qurana yaxın ola-ola zalim rejimin köləkliyini ediriksə, hardan məlumdur ki, imam zamanın əli qolunu bağlayıb düşmənə təhvil verməyəcəyik? İlahi, sənin hər işin hikmətlə doludur. Bu gecikmədə də böyük hikmət var. Hələ göndərmə. Biz adam olmaq istəmirik ya da bacarmırıq. Vəssalam.